Kirayə mənzil müraciətləri 4 avqustda açılır və bildiyiniz kimi bu ildə müraciətlər sima imza ilə aparılır. Belə ki, siz seçim meyarlarını doldurduqdan sonra sima imzanın üz tanıma testindən keçəcəksiniz. Bu zaman ekranda əks olunan bildiriş yalnız kimliyinizin uğurla təsdiqləndiyini göstərir. Vacib bir məqama da diqqət etmək lazımdır. Mənzilin əldə edilməsi yalnız sima imza ilə kimliyinizi təsdiqlədikdən sonraki mərhələdə baş tutur. Yəni, mənzilin əldə edilməsi ilə bağlı növbəti gələcək bildirişi gözləməlisiniz. Əgər mənzil əldə etmisinizsə, belə bir bildirişlə seçdiyiniz mənzil artıq başqa müraciətçi tərəfindən əldə edilibsə, bu cür bir məlumatla qarşılaşacaqsınız. İnanırıq ki, bu yenilik proseslərin daha ədalətli aparılması, müraciətlərin yalnız vətəndaşların özü tərəfindən yerinə yetirilməsi və xüsusi proqramların, botların müdaxilə imkanlarının azaldılmasına kömək olacaq. Hər bir iştirakçıya uğurlar arzulayırıq.